Bir nəfər Xalid ibn Validə radiyallahu anh filankəs sənin haqqında danışdı dedi. Xalid ibn Valid öz səhifəsidir, istədiyi ilə doldurar dedi. Bir nəfər Vahab ibn Muhabbin radiyallahu anh filankəs sənin haqqında danışdı dedi. Vahab ibn Muhabbin radiyallahu anh şeytan səndən başqa elçi tapmadı dedi. Bir nəfər Əli ibn Hüseyn radiyallahu anh filankəs sənin haqqında danışdı dedi. Əli ibn Hüseyn radiyallahu anh əgər mənim haqqımda söylədikləri doğrudursa, Allah məni bağışlasın. Əgər doğru deyilsə, Allah onu bağışlasın dedi. Bir nəfər İmam Şafiyə rahimallaha filankəs sənin haqqında danışdı dedi. İmam Şafi rahimallah əgər doğru deyilsənsə, sən qeybətçisən. Əgər yalan deyilsənsə, sən fasiqsən dedi. Bir nəfər bir alimə filankəs sənin haqqında danışdı dedi. Alim, o mənə ox atdı, amma vura bilmədi. Sən isə oxu gətirib qəlbimə sancdın dedi. Bir nəfər bir alimə filankəs sənin haqqında danışdı dedi. Alim, 3 cinayət işlədin dedi. 1. Qardaşım ilə aramı pozdun. 2. Boş qəlbimi məşğul etdin. 3. Özünü də mənim gözümdə düşürdün dedi.